Və hörmətli tamaşaçılar, indi növbə gəlib çatdı studiyamızın qonağı ilə müsahibəyə. Bu dəfə də çox maraqlı bir müsahibəmiz olacaq. İxtisas seçimi və xaricdə təhsil. Hansı şirkətlərə etibar etmək olar? Xaricdə oxumaq istəyən insanlar. İndi sosial şəbəkələri açırıq, hər yerdə elanlar var, reklamlar var. Xaricdə təhsilə cəlb etmə şirkətləri var. Necə etibar edə bilərik? Qalata Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Mürsəl Əliyev studiyamızın qonağıdır. Xoş gördük Mürsəl müəllim. Təşəkkür edirəm dəvətinizə görə Elfin bəy. Minnətdaram. Space televiziyasına təşəkkür edirəm. Çox azacaqlı və çətin bir mövzuda açıq desək. Çünki bir çox hallarda problemlərlə üzləşirik. Bizə də qarşı müəyyən belə deyək, ön fikirlər olur ki, yəni siz bununla məşğul olursunuz, müəyyən problemlər olur. Biz də çalışırıq onlarla bağlı mütəmadi şəkildə televiziya vasitəsilə, belə internet vasitəsilə məlumatlandıran insanlar. İxtisas seçiminin başladığı bir dövrdür, ona görə istədim sizinlə bu mövzuda danışaq, amma ixtisas seçimi haqqında biraz sonra danışarıq. Bax, bu təhsil, xaricdə təhsil bir çox hallarda deyirlər atestatla. Bəli. Yəni heç bir imtahansız. Bu necə olur? Hansı ölkələrə aparırsınız? Təhsil alırlar? Prosedur necədir? Ödəniş nə qədərdir? Zəhmət olmasın. Ümumilikdə belə deyək ki, ən populyar ölkələr var. Statistikaya görə də ortalama olaraq Türkiyədən, belə Azərbaycandan Türkiyəyə gedən tələbə sayı təxminən 4500-5000-ə yaxındır. Ortalama illik gedən tələbə sayıdır və bir hissəsi magistratura, bir hissəsi bakalavr, doktorantura təhsilinə gedirlər. Xaricdə təhsillə bağlı bir neçə istiqamətlər var ki, təhsil almaq mümkündür. Biri ən əsas istiqamətlərdən biri YÖS hazırlığıdır. Yəni YÖS yabancı öğrenci sınavı, xarici tələbələrin hazırlıq mərkəzidir. Orada riyaziyyat, məntiq və həndəsədən ibarət olan proqramla hazırlaşırlar tələbələr. Bundan əlavə SAT var, yəni o da riyaziyyat və ingilis dilidir. Hətta bəzi Azərbaycan universitetləri, məsələn ADA Universitetindən SAT-ilə də qəbul olmaq olur. Bundan əlavə atestatla qəbul mümkündür. Bəli, atestatla qəbul deyəndə istəməz biraz belə şey yaranır ki, necə olur, imtahansız qəbul oluram. Amma məsələ burasındadır ki, dünyanın hər yerində atestatla imtahansız qəbul var və nəinki belə deyək də Türkiyədə, bunun əlavə başqa ölkələrdə, İngiltərə, Avropa ölkələrində də qəbul mümkündür. Sadəcə olaraq həmin ölkələrdə digər tələb olaraq ingilis dili istənilir. Çünki sən və yaxud da həmin ölkənin dili, məsələn Polşada polak dilində, yəni sizdən əlavə riyaziyyat, kimya və başqa imtahanlar istənilmir. Çünki xarici tələbə universitet götürürsə istər-istəməz, o məcburdur müəyyən ümumi hamının qəbul etdiyi bir sistemlə qəbul etsin. Ona görə də atestatla qəbul edir. Bəli, bunun müsbət və mənfi tərəfləri var. Bu haqqda daha ətraflı danışarıq, amma əsas məsələ odur ki, qəbul var, qanunidir və diplomlar Azərbaycanda %100 tanınır. Əsas problemlər nədən ibarət olur ki, bəzən ən əsas məsələ bu həm də ixtisas seçimi və ümumiyyətlə ixtisas seçimi deyəndə biz təkcə kodlaşdırmalı yox, ümumiyyətlə düşüncə tərzini nəzərə almaq lazımdır ki, insanlar elə düşünür ki, mən atestatla gedirəmsə, mən gedib mütləq tibb və yaxud da mühəndislik oxumalıyam. Halbuki o adamın o sahəyə təcrübəsi yoxdur, biliyi yoxdur və ümumiyyətlə savadı yoxdur, bazısı ora deyil, uyğun deyil. Və çox vaxt ya valideynlərin səhvi ucbatından və yaxud da uşağın özünün bilməməzliyi ucbatından və yaxud da hansısa bir qohumu belə deyək də təhrik edir və onlar gedib səhv ixtisas seçimi edirlər. Nəinki Azərbaycanda, xaricdə də. Və nəticədə nə olur? Uşaq orada oxuya bilmir və günahkar yenə ya şirkət və yaxud da universitet olur ki, uşaq getdi oxuya bilmədi və yaxud da ki, bir də ayrılırlar, görürlər, uşaq 4-cü kursdadır, amma ki 15-20 dən kəsiri var və bu 15-də bitirə bilməyəcək. Çünki səhv seçimi ediblər, öncədən səhv seçimi ediblər və bizə də valideynlər çox müraciət edir. Hətta bəziləri belə təəccüblənirlər, gəlirlər ki, məsələn də biz istəyirik qızımız və yaxud da oğlumuz tibbdə oxusun, tibb sahəsində. Deyirəm, yaxşı, dimdən nə qədər bağlıyıqmısınız, necədir vəziyyət sizdə? Biz həmişə analiz edirik, yəni tamam alınır dimi, əlbəttə alma şansı var, amma mən valideynlə bu vaxtda danışıram. Çünki valideyn çox yüklü bir məbləğ xərcləyir bu işlərə görə. Və biz danışdıq və görürük ki, məsələn, bu uşağın biologiyası yox, 0 dərəcədir, kimya çox zəifdir, dimdən çox aşağı bal yığıb. Deyirəm, xanım və yaxud da əziz valideyn, siz bu uşağı göndərməklə tibbə, siz bu uşağı bədbəxt eləyəcəksiniz. Həm təhsil haqqı ödəyəcəksiniz və uşaq nəticə yığa bilməyəcək və günahkar yenə uşaq çıxacaq və yaxud da şirkət çıxacaq. Halbuki bu uşağı daha rahat oxuya biləcəyi sahələrə yönəldib. Elə bilərsiniz ki, uşaq universiteti bitirə bilsin. Məsələ qəbulda deyil. Ona görə problem ondadır ki, atestatla gedən uşaqlar çox zaman nə istədiyini bilmir. İndiki zamanədə bu biraz düzgün deyil. Çünki